Ömrün neçə ildir biz tanışıq? Hardasa 20 ildən çoxdur. 20 Wow! il. Dünyaca məşhur dizayner, BBC, Mirror, Google, AI dizaynerlara daha çox kömək olur, yoxsa demək olar ki, onların işlərinə gedir, işlərini əllərindən alır? Amma yaradıcı məsələyi həll eləyə bilirmi? Bu arada İşlək loqonun banisi Elnur Babayevdir. Ya müştəri sənə deyir ki, təbiət haqqında bir səndən dizayn istəyir və deyir ki, burada qırmızı rəng istifadə elə. Dünyada belə səs-küy salan kapitalizm posteru. Onlar da hakerlərdir. Ona görə girib ehtiyatla yazmışdı ki, onlar mənə təq eləyəsiniz, amma hesabımı qırmayın. Qaydanda elə təyərdən düşəndə bir nəfər zəng elədi ki, xəbərin var, Nainqaq sənin işi paylaşıb. Hətta mən bildiyim qədər sən bunu cənab prezidentə də təqdim etmisən, ölkənin birinci xanımına təqdim etmisən bildiyim qədərində. Yox, əslində dizaynın ortaya çıxmaq səbəbi budur. Faraya ehtiyac yoxdur. Funksionallığın artıq nə qədər estetik olması. Səni bir dəfə Türkiyədə nəyə görə işə götürməmişdilər? Türk kültürü, mədəniyyəti deyilən bir şey var. Məsəl üçün bir türk şofer təsbehini asmağa bir yer olmalı. Mən dedim, yəni koskoca Koç, yəni necə viza ilə məşğul ola bilir? Hansısa padvalatı şirkət vizanı həll eləyir. Məktəb olsun, kurs olsun və s. bunlar sənə yazı yazmağı öyrədir, şairliyi öyrətmir. Bəlli səviyyədə öyrədirlər. Məsəl üçün qafiyə tutmağı və s. Elnur salam, necəsən? Aleykum salam. Sağ ol, Yaxşısan? sən necəsən? Super. Elnur neçə ildir biz tanışıq? Hardasa 20 ildən çoxdur. Wow! 20 il. Bir igidin ömrü deyirlər də deyəsən hə. Dünyaca məşhur dizayner, BBC, Mirror, Google, demək olar ki, haqqında yazdığı bir adam. Yəni Biabır eləmə məni. mən həmişə özüm deyirəm, mənim haqqımda Mirror yazsaydı, vallahi telefonda bəzi nömrələri silərdim demək olar ki. Amma sən demək olar ki, həqiqətən də International Design, European Design, Azərbaycan Design Award-un demək olar ki, iştirakçısı, qalibi, beynəlxalq dizayn festivallarında jüri. Yəni bu qədər adlar adamı biraz başqa bir ab-havaya salmır. Yox, ilk başda biraz bəlkə Hava verir adama. biraz hava verir, amma sonra baxırsan ki, sıradan bir şeydir. Yəni çox da öyrəşirsən artıq. Yəni biraz belə deyək, alışılmışlıq şeyi var, sendromu var da. Ondan sonra artıq çox da effekt vermir. Çox effekt vermir. Yox. Red Dot məsəl üçün mən həmişə deyirdim ki, Red Dot filmdə necə ki Oscar nominasiyası var. Yəni dizaynda da odur. 2016-da səhv etmirəmsə sən almısan onu. Yəni çox fərqli bir duyğudur mənim üçün. Çünki həm sənin uğurlarına mən bir tərəfdən çox yaxın izləyən bir insanam. Çox izləyirəm. Çünki həqiqətən də sənin keyfiyyətdə, bilikdə, bacarıqda, akademik bilgidə olan dizaynerlər bəlkə də bir əl barmaq sayıdır demək olar ki. Ona görə məncə Azərbaycan sənin kimi bir dizayner olmasına görə həm qürur hissi duymalıdır, həmçinin sənin haqqında belə deyək də dərgilərdə davamlı olaraq sənin haqqında yazmalıdır. Elnur, dizayn haqqında danışacağıq. Yəni fərqli bir rakurslardan girəcəyik dizayn məsələsinə. Birinci mövzu nə həmişə mənim özümə maraqlıdır. Bu AI dövrünü yaşayırıq artıq. Bir məsələ var, deyir artıq robotlar insanları demək olar ki, yeyəcək və insanlar demək olar ki, işsiz qalacaq. Amma AI dizayn sahəsində və dizaynerların AI-yə müraciəti, yəni sənin fikrinə görə indiki dövrdə AI dizaynerlara daha çox kömək olur, yoxsa demək olar ki, onların işlərinə gedir, işlərini əllərindən alır? Deməli, əslində iki tərəflidir. Yəni müştərisi olan dizayner, yəni hal-hazırda AI-dan çox yaxşı istifadə eləyir. Yəni çünki işləri baya şey eləyir, yəni sürətləndirir. Çox məsələdə. Digər tərəfdən də ki, təbii ki, bəzi sahələr artıq ixtisara gedib. Yəni çünki əvvəl məsəl üçün adicə hər hansı bir montaj və s. üçün vaxt ayrılırdısa, indi sadəcə yəni bir kliklə həll eləyirsə hər şeyi. Dediyim kimi, yəni dizayner var, çox yaxşı istifadə eləyir. Yəni təkcə bu məsələ dizaynda deyil. Yəni məsəl üçün mənə bu yaxınlarda bir intervyu olmuşdu qəzetdən. Çoxlu sual göndərmişdilər. Əvvəldən göndərmişlər sual. Bəli, sualları əvvəldən göndərmiş 16-ya yaxın sual və ətraflı cavab istəyirdilər. Yəni onu oturub yazmaq Həvəs istəyir. bayağı bir işdir, yəni belə deyək, səbir və vaxt şeydir. Mən səsli cavablandırdım. Sonra AI vasitəsilə speech to text, yəni Transkriptə keçirdin onu. speech to text elədim, yəni danışığı mətnə çevirdi. Var, toollar var, AI artıq hansı ki Azərbaycan dilini dəstəkləyir. Yəni belə işi qısa
vaxtda həll elədim. Amma yaradıcı məsələyi, həll eləyə bilirmi? Məsəl üçün sənin düzəltdiyin loqolar var da. Hı Məsələn, hı. mən baxıram, saatlarla baxıram həmin loqolara da, amma bir AI məsəl üçün həmin o insan toxunuşunu həll eləyə bilirmi? Ya bəlkə mən bilmirəm, bəlkə elə bir, tool'lar var ki, eləyə bilər, amma, mən hələ inanmıram ki, sənin hazırladığın bir loqo, bu arada işlək loqonun, Hı banisi hı. Elnur Babayevdir. Sağ olsun bizə gözəl bir, loqo hazırlamışdı. Yəni o last touch, yəni o insan toxunuşunu həll eləyə bilir indiki dövrdə AI. Hal-hazırda sözün düzü yox. Yəni, Məncə də. siz bir, tapşırıq verəndə hər hansı məsələ ilə əlaqədar, bildiyimiz klassik belə deyək də, kollaj tipli loqolar eləyir. Yəni, hətta, stil də verirsiniz və sairə verirsiniz, hələ o deyil. Yəni, o O tam abu-havanı vermir. hələ tam o deyil. İndi düzdür, biraz da bu zövq məsələsidir. Mən məsəl üçün minimalist işləyirəm. Bəlkə də o elədiyi loqo kim üçünsə idealdır, götürüb istifadə eləyir. Amma ki, mən dediyim kimi bu biraz, zövq məsələsidir, biraz, yəni subyektiv məsələdir. Mənə görə tam deyil, heç yarısını da vermir. Sadəcə ola bilərsə ideya verir. Məsəl üçün, nə bilim, hər hansı bir yönləndirmə verə bilər. Soruşursunuz, məsəl deyək ki, mən, bir podkast eləyirəm biznes haqqında və ya şey haqqında, bunun üçün mənə loqo lazımdır. O bir-iki draft eləyir. Uzaqbaşı oradan, görə bilərsiniz ki, bu ideya maraqlı idi, bunu mən götürüb inkişaf elətdirə bilərəm. Hı hı. Belə, amma oturubsa, yekun loqo verə bilmir hələ ki, belə deyək. Ya, istənilən, ödənişli belə AI, Bəli, verə bəli, bilmir. əlbəttə ki, mən məsəl Mən üçün də buna özüm, razıyam. Aha. ödənişli bir-iki istifadə eləyirəm, bir-iki platforma. Yəni orda mən əsas montaj işlərini və sairə sürətləndirmək üçün əvvəl məsəl üçün deyək də, masanın üzərində stakan montaj eləmək lazımdır. Sadəcə prompt yazıram ki, masanın üzərinə stakan qoy, belə. Bitdi. Mən bu cover dizaynları eləyirəm. Çox istifadə edirəm belə deyək şeydən. Maraqlı bir yerə gəldik. Deyirsən ki, misal üçün müştərinin mən minimalistik Hı hı. dizayn edirəm də. Ya müştəri sənə deyir ki, təbiət haqqında bir səndən dizayn istəyir və deyir ki, burada qırmızı rəng istifadə elə. Yəni biz də bilirik ki, təbiətə qırmızı rəng ziddir də. Yəni Hı bu hı. demək olar ki, üstə gəlmir də. Yəni normal dizaynda deməlidir ki, yəni yox da, yəni sənə danışsam, belə bir dünya yoxdur da. Yəni təbiətsə, yəni burada mütləq şəkildə yaşıl olması lazımdır. Yəni bu ziddiyyətdə pro dizaynerlər də, yəni peşəkar dizayner nə etməlidir? Əslində Sifarişi, bəli. əlin kənarı ilə Yox, itələməlidir. mənə görə peşəkar dizayn odur ki, həm müştərinin dediyini eləyir, həm də ki, ortaya peşəkar iş çıxarır. Yəni belə deyək də, nə şiş yanır, nə kabab. O söhbət var. Məsəl üçün deyək, qırmızı rəng istəyir və təbiətlə əlaqəli olmasını istəyir. Ora bir lalə çəkib, təbiətlə əlaqələndirib çox qəşəng şəkildə təqdim edə Vav, bilərsiniz. əla. Yəni çıxış yolu həmişə var. Zaten peşəkar dizayn da orda fərqlənir digər dizaynerlərdən. Təbii bu həmişə alınmır. Yəni amma ki, həmişə çıxış yolu var və dediyim kimi, peşəkarlıq orda görsənir şey olaraq. Yəni və müştəridir, məsələn işləyirsən də bu dəqiqədə müştərilərlə də. Yəni 4 dənə dizayn düzəltmisən, 4 dənə loqo düzəltmisən. Üçü sənin belə deyək də ürəyin yağından əmələ gəlmiş bir dizayndır. Biri belə də indi version kimi Hı vermisən -hı. ora. Müştəri gəldi seçdi də o 4-cü versiyandır. Məsələn burada sənin yönləndirmən olur. Ümumiyyətlə yönləndirmək lazımdırmı? Bəli, əlbəttə ki, yəni müştəriyə mən, verdiyim konsepsiyaları, deyirəm. Müştəri əgər, yenə də hansısa üstündə qalırsa ki, verdiyim hər dövrdə onsuz da, peşəkar loqo olur. Sadəcə tövsiyə olaraq, bunları tövsiyə edirəm. Digərini seçirsə burda, yəni çox da şey eləmirəm. Çox şey eləmir, uğraşmırsan türklər Uzaqbaşı, demişkən. yəni belə deyək də, lap ən belə pis ehtimalda hansı ki, çox pis günə qoyursa, bunun raconu budur ki, türklər demişkən, portfolio qoymursan, qurtarır gedir. Mhm. Yəni Sənin portfolyoya baxmışam, çox gözəl portfolyon var. Yəni standart deyil, yəni məsələ ondan gedir. Yəni mən həmişə istənilən mövzuya, yəni öz sahəmdə də olsun, istənilən başqa bir sahə olsun, mövzuya hər zaman akademik yanaşan insanlara daha çox meylli olmuşam. Hətta xatırlayıram sən bir maraqlı hekayə danışmışdın. Universitetdə bir deyəsən kağız vermişlər sizə. Yox, sənin də belə bir şey var idi ki, Bəli. demişlər ki, bundan nəsə düzəlt. Belə bir şey vardı. Bir dənə yada salardın onu. İlk öncə belə deyək, bizim universitetin, ODTÜ, Orta Doğu Texnik Universiteti Türkiyənin ən belə top universitetlərindən biridir. Bizim Top 10-dadır da deyəsən industrial sahədə. bir ara dünyanın top 5-də idi Wow. industrial. Yəni bu şeyə görə də Red Dot alma mükafatlarına görə onu şey eləyirlər, belə deyək. 2015 ilində deyəsən top 5-də idi. Sonra indi o geri Dəyişə eləmə və bilir. sairə olur. Bizim universitetdə ümumiyyətlə, bacarıq imtahanından götürürlər. Yəni sizin yaradıcılığınızı yoxlayırlar da şey olaraq. Yəni yaradıcılıq elə belə şey deyil, hər hansı bir məsəl üçün rəsm çəkmə qabiliyyətini ölçmək istəyirlərsə nəyəsə qoyub naturmort çək və sairə deyil. Yəni dediyim kimi məsəl bir kağız verirlər ki, bu kağızdan bir
nəsə düzəldin. Hətta bizim bir əfsanə var, bizdən qabaqki Mhm. belə deyək də, Nəsil. hər nəsil musiqi ifa eləyiblər və kağız veriblər ki, musiqini Kağıza yansıt. vizual olaraq təqdim eləyin. Maralı. İndi məsəl üçün də musiqi eşqlə əlaqəlidirsə, kimsə ora bir qızılgül, nə bilim və s. və s. ürək şəkli zad, biri də kağıza əzib, qaralayıb əzib belə deyib mən bunu hiss eləyirəm. Yəni kreativ çıxış oldu. Yəni anlata bildim. Çünki burada geri şey yoxdur. Yəni heç bir şəkildə belə deyək də, geri Feedback yox. etiraz eləmə riski yoxdur. Çünki mən bunu hiss eləyirəm. Yəni hisslərimi kontrol edə bilməzsən ki, şey olaraq. Amma məsələn belə klassik işte ürək çəkdi, qızılgül çəkdi, bu çox da daha doğrusu imtahandan kəsilənlər belə deyək də, onlar olur. Belə Posterlar məsələsi mənim hər zaman fikrimi cəlb edir və dünyada olan poster yarışmalarına peşəkar özüm qatılmıram, çəkə bilmirəm, heç nə çəkə bilmirəm. Amma izləyirəm yaxından. Sənin dünyada ən məşhur, dünyada belə səs-küy salan kapitalizm posterın, indi demək olar ki, efirdə də bizə izləyənlər də görəcəklər, həmin posteri biz yerləşdirəcəyik. Kapitalizm posteri. Necə gəldin, çıxdın ora? Nətər əmələ gəldi bu mövzu? Yəni mən saatlarla həmin o postera baxaram, yorulmaram və belə deyək də ruh yüksəkliyi əmələ gələr məndə. Biraz ondan danışaq. Əslində belə deyib, social posterları mən lap 90-cı illərdən eləyirdim. Sadəcə o vaxtı internet, kompüter yox idi, şeylə çəkirdim. Mənim keçmişim rəssamdır. Rəssam olaraq başlamışam. Sən hətta kömürlə çəkirsən. Mən hətta hədiyyəm var sənin. Verdiyin hədiyyələrdən biri. O vaxtı bu tip konsepsiyaları kağız üzərinə yağlı boya ilə, sulu boya ilə çəkirdim. Sonra kompüter olandan sonra, əslində bu kompüter bir növ elə indinin AI-idir. Yəni keçmişin AI. Keçmişdə əllə çəkin, indi kompüterdə rahat həll edirsiniz. Lazım olanda geri dönürsüz, lazım olanda silirsiniz, düzəldirsiniz və s. Kapitalizm ilk posterlardan biridir. Bu necəsə oldu, viral getdi. Çox gözəl. Sadəcə pis tərəfi odur ki, belə deyək. Üzücü tərəfi heç vaxt mənə təq eləmirlər. Çünki bilmirlər poster kimindir. Və girib kimlərsə Necə girmirlər? Necə onu tapa bilmirlər ki? Yox, bilinir. Yəni məsələn kimsə paylaşır. Bu yaxınlarda elə Anonymous səhifəsi var, məşhur. Bu hakerlərin səhifəsi, 8 milyonluq səhifədə o paylaşmışdı. Onlar da hakerlərdir. Ona görə girib ehtiyatla yazmışdım ki, onlar mənə təq eləyəsiniz, amma hesabımı qırmayın. Amma əslində məndən qabaq məni tanıyanlar, çünki poster təzə yerləşdirdim. Bir il qabaq hardasa, təkcə bu deyil, Banksy səhifəsində paylaşmışlar. Yəni tanıyanlar sırası girib mənə təq eləyirlər, mən də oradan xəbər tuturam ki, mənə hardasa işimi paylaşıblar. Çünki poster sahəsi elə bir sahədir ki, orada yəni social posterlardan söhbət gedir də. Politik, sosial, yəni siyasi və s. də. Burada bu işdə bəlli bir şeyə çatan insanlar bir-birlərini tanıyırlar. Bir səviyyəyə çatan adamlar. Onlar görən kimi bilirlər iş kimindir və təq eləyirlər. Paylaşan səhifələr də məsələn Anonymous səhifəsi posterlə dizaynla əlaqəsi yoxdur. Sadəcə görüb maraqlı işdir, paylaşır. Kimi də, Nine Gag necə ki, cycle, orada onlarla biraz danışarıq. Elə paylaşırlar və o viral gedib daha çox. Əslində belə deyək, ondan da məşhur platformalarda belə deyək, qalib olan işlər var. Sadəcə şey deyil. Yəni viral gedən budur. Daha çox biraz çünki xaricdə də və s. kapitalizmə qarşı bir etiraz var. Etiraz dalğası var. Ona görə dərhal cəlb eləyir və çox cəlb edir. Yəni həqiqətən də baxdıqda, yəni o vibe ala bilirsən də. Məsələn, poster var ki, düşünməlisən də ki, burada bu nədir deyim. Məsəl üçün donation-la bağlı olan, organ donation-la bağlı olan poster. Sənin o posterlarında var bu arada. Çox bəyənirəm onu. Əslində dediyim kimi də var dizayndan zövq almaqda. Məsələn, mən hər zaman onun tərəfdarı olmuşam ki, yəni baxırsan dizayndan, deyirsən ki, axıcılıq var, orada bir ahəng var da, bir necə deyim, orada bir altyapı var mövzunun içərisində. Mən bildirəm ki, sən Teknofestə də qatılmısan öz işlərinlə bağlı. 2021-də dövlət tərəfindən dəvət almışdım. Getmişdiniz ora. Bəli. Və necə oldu? Necə keçdi? Keçdi deyəndə ki, biz buradan deyəsən 11 layihə ilə getmişdik. İlk dəfə Azərbaycanı dəvət eləmişdilər. Mən də bildiyimiz velosiped layihəm var idi məşhur. Cycle. Sonra adını Safety olaraq dəyişdik. Safety. Çünki Cycle bəzi trademark məsələlərinə görə dəyişdi. O layihə ilə qatıldıq. Orada da ki bizim belə deyək də Azərbaycanın bir platforması var idi. Pavilyonda var. Stendi. Stendi var idi. Hətta orada maraqlı belə bir hadisə də olmuşdu. Türkiyənin Texnoloji Bakanı bizim cənab nazirlə qatılmışdı. Eşidəndə ki, mən və digər yoldaş ODTÜ məzunuyuq. ODTÜ dediyim kimi Türkiyədə şeydir, ən məşhur.
Texnologiya Bakanlığı özü də ODTÜ məzunudur. Yəni Ha, o da özü məzundur. də oranın Aha. məzunudur. Türklərdə də inək şey deməkdir, çox dərs oxuyan, İnək. çalışqan. Hə. Bizim inək, bildiyimiz cow, Hə, inək. bəli, Aha. bəli, inək. O demişdi ki, ya inək ya bunlar. Yəni şey eləmək üçün, biraz tərifləmək üçün bizim cənab nazir də demişdi ki, yox inək deyillər, yaxşı uşaqlardır. Biraz səhv anlaşılmışdı. Baya bir belə deyək də, maraqlı şey vəziyyət çıxmışdı, hə. yaranmışdı. Eee, gələk Cycle məsələsinə. Mən onun adını bilmirəmsə niyə, adı dəyişəndən sonra da mən onu həmişə Cycle kimi Bəli, bəli, Cycle kimi məşhurdur. Çünki siz search Google-a search etsəz də Cycle çıxır daha çox Cycle saytlarda. çıxır. Çünki birinci o adla çıxdı. Sadəcə bəzi trademark məsələlərinə görə sonra onu seyf eləmək məcburiyyətində qaldıq. Elnur, bütün qlobus danışdı da deyəsən onun haqqında. Bütün dünya ölkələrində Aa, çıxdı. Bütün dünya Belə deyək, mən birdən-birə sənin haqqında gəldi Türkiyədən danışdı. 2015-dən oldu. Türkiyədə mən bizim universitetin 5 illiyi idi məzuniyyətim. Aha. Qaydanda elə təyyarədən düşəndə bir nəfər zəng elədi ki, xəbərin var, Nainqaq səni işi paylaşıb. Sonradakı hardasa bir gün yarım da Facebook açmırdım. Açdım Facebooku, baxdım nə qədər tag, yəni bu notification tərəfi dolub da, yəni nəyi var dolub, nə bilim minlərlə friend request gəlib və s. və s. BBC News səndən intervyu aldı bununla Hə, sonra bağlı. işte şey oldu, viral getdiyi üçün işte fərqli qlobal qəzetlər və s. Hətta biznes təklifləri gəlmişdi o vaxtı. ABN AMRO bank var şeyin, Niderlandın böyük bankı. O da velosiped. Hollandiya deyəsən velosiped Bəli, bəli, şeyinə bəli. görə dünyada birinci yerdədir səhv etməmsə. Bəli. İstehsal yox, yəni Onların tükətici istifadəsinə əsas görə. istehsalları da var. Dünyada belə istehsalları deyək da də, var. onlar ən çox velosiped istifadə edən ölkədir. Hətta bəzi şəhərləri var ki, adam başına bir dənə velosiped var da orada. Wow, Şey o qədər olaraq, yəni. hə. Onlar ABN AMRO bank layihəsini satın almaq istəyirdi. Mən düzdür o vaxt bəzi səhv qərarlar verdim. Yəni belə bir viral olmuşdu. Demək olar ki, ən məşhur layihəmdir. Yəni bu vaxta qədər. Yəni məncə məşhur məsələsindən başqa, hətta mən bildiyim qədər sən bunu cənab prezidentə də təqdim etmisən, ölkənin birinci xanımına təqdim etmisən bildiyim qədərində. Bəli, bəli. 2018-də Innoland Asan xidmətinin tərkibində Innoland açıldı. Onun açılışında dəvət eləmişdilər. Orada təqdim eləmişdim. Sonra da bayaq qeyd elədi, 2021-də dövlət təzədən Teknofestə dəvət elədi, orada çıxış elədi. Əla, super. Həqiqətən dediyim kimi qürurverici bir mövzudur. Dizaynın özünə baxdıqda doğrudan da belə deyək də, insanın həyatını qurtaracaq bir məzmundur da. Yəni ora nətər gəldin onu sual verməyəcəm. O düşüncəyə necə gəlirsən çıxmısan sual verməyəcəm, amma doğrudan da baxdıqda, yəni məsələnin kökündən həll olunur. Yəni demək olar ki, təhlükəsizlik məzmununda demək olar ki, mövzu kökündən həll olmuş kimi olur. Elnur, mənə maraqlı olan bir məzmun var. Həmişə bunun haqqında düşünürəm. Hətta istifadə etdikdə də belədir, amma bir peşəkarın dilindən eşitmək mənim üçün fərqli olar da. Dark design deyilən bir anlayış var. Dark design. Bu adətən tutaq ki, Netflix-də olsun və digər hansısa bir platformalarda olsun, o tutaq ki, balaca unsubscribe düymələri olur ki, hansı ki görünməz olsun və yaxud digər platformalarda olur. Yəni bu nə dərəcədə yanlışdır, doğrudur? Ümumiyyətlə dark design nə dərəcədə aktiv istifadə olunmalıdır? Yoxsa istifadə olunduqda burada belə deyək də tüketicinin, istifadəçinin hüquqlarını ön tərəfə gətirməlidir, yoxsa bu daha çox commercial olmalıdır? Bunun haqqında biraz məlumat versən məmnun olaram. Əslində bu mövzu ya UX-in belə deyək də mövzusudur ki, bunlar düzdür belə baxanda etik görsənmir. Çünki siz müştərini düzgün yönləndirmirsiniz. Məsəl üçün də ən klassik belə deyək də örnəyi siz bir yerə subscribe olursunuz, amma unsubscribe düyməsini tapa bilmirsiniz. Əslində var ha, sadəcə şeydir. Axtar, əlləşmək lazımdır. Həm də əlləşmək lazımdır. Mən sözün düzü şəxsi olaraq o tip şeylərdə dərhal bağlayıram gedir. Yəni heç uğraşmıram belə. Yəni şey olaraq bu tip saytlar hansı ki təkcə şey deyil, hər hansı balaca bir şey səninki yönləndirir. Ya qeydiyyatdan keçəsən, ya nəsə düz, ya UX tərəfdən nəsə düz olmayanda mən dərhal tərk eləyirəm şey olaraq və etik deyil də deyirsən. Etik deyil, amma ki bu biraz şey kimidir. Yəni hüquqi olaraq siz heç nə eləyə bilmirsiniz. Çünki bu biraz şey kimidir. Siz məsəl üçün də hər hansı reklamın altına xırda-xırda yazırlar hüquqi tərəflərini. Sabah bir gün hər hansı bir məhkəmə məsələsi olanda onlar sizə qarşı belə deyək də nəsə istifadə edə bilməyəsiniz şirkətə qarşı. Amma işlənir. Yəni biznesin bir bu belə deyək də bir dizaynın ya UX-in bir boşluğumu desək, insanları rahat yönləndirə bilir, bəzən çoxlu istifadəçi cəlb eləyir və s. və s. Elnur, bu yaxınlarda bir dənə məqalə oxumuşdum.
maraqlı bir yanaşmadır. Bilmədim, heç əslində heç bu sualı fikirləşmirdim, amma indi ağlıma gəldi. Dedim bunu danışım səninlə. Deyirlər ki, artıq dünyada həll yolu yox, dizaynla artıq müştərinin qəlbini əldə alırlar. Yəni tutaq ki, bir Tesla var, bir nə bilim Netflix-in interfeysi var da, artıq məzmunun mövzusu deyil, əsas mövzu dizayndan cəlb etmə məsələsidir. Göz oxşama məsələsidir də. Yəni səncə həqiqətənmi bu belədir? Yəni yoxsa hələ mən yanlış Əslində düşünürəm? yox, əslində dizaynın ortaya çıxma səbəbi budur. Yəni industrial design, sırf industrial designdan söhbət gedir. Məşhur Model T model, yəni belə deyək, Henry Ford məsələsi var. Örneği var daha doğrusu tarixdə. Aha, hansı örnəkdir? A, Yəni industrial dizaynın ortaya çıxma səbəbi. Yəni Aha. 19-cu əsrdə hansı ki Industrial Revolution oldu, Mhm. Industrial sənaye inqilabı Sənaye belə inqilabı. deyək. Ondan sonra yəni çoxlu ixtiralar oldu yəni. Yəni dəlicəsinə ixtiralar oldu da şey olaraq və təbii ki, hər kəsdə belə deyək, hər kəs məsəl üçün avtomobil var, örnək verirəm. Qabağa çıxmaq üçün təbii ki, dizayn, vizual olaraq fərqləndirmək lazımdır. Eynən. O vaxtı memarlar eləyirdi bunu. Yəni memarlar dizayn eləyirdi. Sonradan isə yavaş-yavaş sənaye dizaynı da bir sahə ortaya çıxdı. Hansı ki, mənim də əslində məzun olduğum sahə odur. Yəni dizaynla vizual olaraq müştərini belə deyək, cəlb eləmək, müştərinin zövqünə mi desək, artıq tərcihinə təsir eləmək. Okay. Yəni bu həmişə olan bir şeydir. Təbii ki, bu hər zaman işləmir. Hər zaman deyəndə ki, baxır müştəri növünə. Sözün düzü, məsəl üçün əvvəllər çoxlu qəşəng dizaynlar var idi. Biraz söhbət belə deyək də, biraz 10 il əvvəldən gedir. Kitay mal deyəndə, Kitay məhsul deyəndə Aha. əvvəl mənfi idi. İndi son 2-3 ildə, yəni artıq Kitay məhsulları bayağı bir texnologiya olaraq qabağa çıxıb. Bəyənirsən dizayner olaraq onların, məsələn avtomobil dizaynlarını demək Yox, olar. sözün düzü avtomobil dizaynını hələ də bəyənmirəm. Var Belki işlərində, yəni belə göz bəli, oxşayan. Xiaomi-nin var hal-hazırda 2 dənə. Onları bəyənirəm. O da əslində Çin neynədi? Son 2 ildə Avropanın nə qədər belə avtomobil şirkəti varsa, BMW-dən tutmuş Rolls-Royce-ə qədər hamısının head of design, yəni chief designer, mühəndis hamısını gətirdi. Belə də puluna minnət. Gətirdi Çinə. Ona Puluna görə də minnət. Çin artıq son belə deyək də 2-3 ildə avtomobilləri yetəri qədər texnolojidir. Bu dizayn məsələsi də biraz zövq məsələsidir. Mən hələ ki Xiaomi xaric o birislər xoşuma gəlmir. Yəni Xiaomi-ndəki həm belə deyək, həm dizaynı, həm texnologiyası onsuz da Hətta bu yaxınlarda bir nəfər mənə dedi, sonradan fikir verməyə başladım ki, artıq maşınların faraları, hətta stoplarda qıyıqlaşmaya başlayır da. Yəni bu deyir, Çin, Yapon və yaxud da belə də qıyıq gözlü iqlimə uyğun dizayn olunur deyə daha çox tükətici, daha çox istifadəçi yönümlü. Yəni qərarı onlar verdiyinə görə daha çox o istiqamətdə verir. Hətta məsələn dünyaca məşhur da BMW olsun və ya digərləri olsun, baxırsan ki, qıyıq gözlülüklər əmələ gəlib də, sanki bir Çinli gözü. əslində yəni biraz şəhər əfsanəsi ola bilər. Şəhər əfsanəsi dediyim şeydir. Çünki incə dizaynlara ona görə gedirlər ki, artıq avtomobillər smartdır. Ümumiyyətlə faraya ehtiyac yoxdur. Çünki süni intellektdən tanıma şeyi var. Yəni lazım olanda artıq dayanır, nə bilim, kameralarla işləyir də. Onlar sadəcə artıq vizual olaraq, şimdi nazik dizaynla qəşəng vizuallar verə bilirsiniz. Ki bunun da üstəsindən hamı gələ bilmir. Biraz da ona görə mən tənqid eləyirəm. Çox da uğurlu alınmır bəzi brendlərdə. Yəni əsas da Çin brendlərində çox da uğurlu alınmır bu. Amma bəzi Avropa brendləri var, hansı ki bunu uğurla belə də yaxşı, yəni balansda eləyə bilirlər. Elnur, bir dənə maraqlı bir məzmun var, onu səndən soruşacağam. Bax, sən jüri kimi gedirsən, dünyanın bir çox ölkələrində dizaynla bağlı rəy səndən alırlar da və sən orada rəy verirsən ki, bu yaxşıdır, bu pisdir. Bir peşəkar dizayner olaraq sən orada daha çox gözəllik yoxsa mənaya üstünlük verirsən? Yəni seçim qarşısında qaldıqda da. Əslində belə deyək, bu sahəyə görə dəyişir. Çünki mən poster dizayn sahəsində də jüri olmuşam. Industrial designda jüri olmuşam. Industrial dizaynda gözəlliklə yanaşı funksionallıq çox önəmlidir. Əla. Yəni o işin əsas hissəsidir hətta. Vizual tərəfi onun belə deyək 50-50-yə deyərdim mən. Hətta funksionallıq daha çox. Yəni siz
hər hansı bir dizayn eləyəndə, deyək məsəl üçün bu stakan dizayn eləmisiniz. Kimsə bura qulp əlavə eləyibsə, rahat tutub məsəl üçün istidən əlini uzaqlaşdırmaq üçün qulp əlavə eləyib. Yəni bu bir funksionallıqdır və funksionallığın artıq nə qədər estetik olması sual altına gəlir. Yəni ona görə də mən daha çox tərcih eləyirəm funksionallıq nə qədərdir və nə qədər onu estetik həll eləyib. Yəni ikisi bir arada olması lazımdır. Bəli, bəli, ikisi bir arada olması lazımdır. Yəni bunu çox qaba şəkildə, məsələn, yekə bir şey də eləyə bilərdi. Yəni bunun da yenə belə deyək də UX tərəfinə Okay. gəlir, user experience tərəfi belə deyək də. Çünki siz bunu yekə eləsəz, məsələn, 2-3 dəfə bundan şey eləsəz, buradan tutub buradan belə içməlisiniz. Yəni uzaqdan, əl uzaqda dayanmalıdır və s. Yerləşdirmə problemi var harasa və s. Yəni bunlar sadə örnəklərdir. İkisi bir arada olanda ən ideal dizayn onsuz da odur. Həm funksional, həm qəşəng dizayn olanda ən ideal dizayn ortaya çıxır. Digər posterlarda isə posterlarda artıq orada konsepsiya önəmlidir. Yəni social, political posterlarda yaxşı bir konsepsiya veribsə ki, bir də poster dizaynı digərlərinə fərqli olaraq hər cür belə deyək də açıqdır. Hər cür Məzmunu açıqdır yəni. stilə deyək. Məzmunası stilə. stilə açıqdır. Traditional var. Kimsə məsəl üçün əllə çəkir, sadəcə şəklini çəkir. Elə format var ha yəqin. Bəli, bəli. Kimsə məsəl üçün sadəcə deyək yarpaqları özümün də bir dənə elə bir məsəl üçün örnək posterim var. Quru yarpaqlardan sadəcə bir kolaj eləyib, bir kompozisiya şəklini çəkmişəm. Onu foto ilə çəkirsən. Foto ilə çəkmişəm. Çünki əslində o yarpaqları məsəl üçün internetdən tapıb montaj edib və s. amma təbii olsun deyə, yəni stil və s. çox geniş olduğu üçün və limitsiz olduğu üçün orada ancaq məsəl üçün mən şəxsən konsepsiyaya baxıram. Konsepsiya yerində olubmu, olmayıbmı? Çünki kimsə məsəl üçün modern stildə də eləyə bilir və mən məsəl üçün çox postmodern stildən çox xoşum gəlmirsə, mən artıq orada şey eləyə bilmərəm. Yəni şəxsi tərcihimi orada irəli sürə bilmərəm. Ona görə də konsepsiya okeydirsə mənim üçün okeydir. Bir şey sənə yadıma düşdü, səninlə müzakirə etdik. Səni bir dəfə Türkiyədə nəyə görə işə götürməmişdilər? Yadıma düşür, postsovet ölkəsi məsələsi var idi. Mən Çox maraqlı mövzuydu. Mən əslində belə deyək, avtomobil dizayneri olmaq istəmişəm. Türkiyədə universitet vaxtı da Fiatla, Manda staj eləmişəm. Son bitirmə proyektimdə otokarla olub. Türklərin dolmuş deyilən bir şeyi var. Dolmuşlar var, klassik orada. orada. Hətta Azərbaycanda sənin avtobusla bağlı prototip düzəltdilər deyəsən. Cənab prezident gəl baxmışdı. Gələrəm ona da inşallah. Orada otokar üçün bir restyling elədim. Dolmuşlar üçün. Onların mavi dolmuşları var. Layihə çox bəyənildi. İş təklifi gəldi dərhal. Yəni mən də sevinirdim ki, universitet bitirməmiş artıq iş təklifim var. Çünki avtomobil sahəsi bir də. Bir də otokarı tərcih eləməmin səbəbi, çünki məsəl üçün orada Ford da var Türkiyədə istehsal edib. Sadəcə onlar bayırdan hazır dizayn gəlir, orada yığırlar. Hə. Uzaqbaşı iç tərəfini dizayn edirlər. İç tərəfin dizaynı da ki, çünki türk kültürü, mədəniyyəti deyilən bir şey var. Məsəl üçün bir türk şofer təsbehini asmağa bir yer olmalıdır. Yəni örnəkdir bu. Yəni həqiqətən çox ciddi şeylərdir ya bunlar. Yəni bir çay bardağını qoymağa yeri olmalıdır. İç dizaynını türklərə görə, türk mədəniyyətinə görə adaptasiya eləyirlər, əlavələr eləyirlər və s. Bir dənə də müraciət elədim. Sadəcə 1-2 həftə sonra belə deyək, Lord Leysə baxdı mızmız eləyirlər. İşte viza ilə məşğul ola bilmərik, nə bilim və s. Mən dedim, yəni koskoca Koç. Yəni necə viza ilə məşğul ola bilir? Hansısa padvalaltı şirkət vizanı həll eləyir. Alınmadı. Sonra bir il sonra oradan çıxan bir yoldaş mənə dedi ki, o vaxtı sənə deyə bilməmişdilər. Bu otokarın 2 dənə fabrikdir yan-yana. Biri avtobus eləyir, bir də hərbi texnologiyalar. Yan-yanadılar. Sən apply başvuru zamanı postsovet ölkəsindən olduğun ortaya çıxdı. Ona görə yəni yönetim kurulu xətt çəkdi. Yəni heç bir şəkildə olmaz. Risk almadı. Məndə qətiyyən olmaz. Şey olaraq onunla da sözün düzü avtomobil sahəsində olan macəram da belə deyək, bir hayal kırıklığı desək bitdi. Azərbaycana qayıtdım. Belə. Sonra burada qeyd elədiyim kimi o çox gözəl alınmışdı yəni. Şey eləmişik. 2019-da biz elədik. Onu da belə baxarlar izləyicilər. 2019-da avtopilot, avtonom bir elektrik konsepsiya elədik. Full elektrik idi, hə? Full elektrik və avtonom, yəni robot. Yəni insan idarə etməsindən çıxmış. İnsan da idarə eləyir istəyəndə on demand ingiliscə demişkən. Hibrid kimi idi, onda belə çıxır. Bəli, on demand, amma ki əsas şeydir insansız. Konsepsiya köhnə işlədiyim şirkətə aid idi.
Sadəcə mən onun dizayn layihəsini vermişdim, belə deyək də. Okay. O həm asfaltda, həm də dəmir yolunda gedir. Necə həm dəmir yol, həm asfalt? Yəni texnologiya elə bir texnologiya eləmişdik ki, sistem. Əslində konsepsiya şey üçün idi. Bizim dəmir yolları, məsəl üçün burdan Şəkiyə gedirsiniz, örnək verirəm. Gedir bir də axşam qayıdıb gün boyu boş qalır. Burada isə siz gəlib 10 dəqiqədən bir sifariş eləyirsiniz. Taksi, ailəvi ya da kargo göndərmək istəyirsiniz. Onu indi hər halda yoldaşlar şəkillərdə görəcəklər. Aha. Kargo versiyası var, taksi var, VIP taksi var, uzun hansı ki ailəvi film seyr eləyə gedirsiniz. Ambulans var, sonra yəni növləri çox idi. Dəmir yollarını aktiv istifadə eləmək üçün. Belə bir Super. konsepsiya idi. 2019-da biz birəbir real prototipini düzəltdik. Gördüm mən, çox gözəl idi. Yəni, Bakteldə şey yəni onun sərgiləmişdik. istehsalatı nə vaxt başlayır? Sözüncə avtomobil istehsalatı belə deyək də bayağı bir xərc tələb eləyən bir şeydir. Bir də ki, müştərisini tapmaq. Amma on project-də, yəni ki, layihə var. Yəni layihənin Layihə var, sadəcə işin ticari tərəflərini sözüncə yalan deyərəm, bilmirəm. Yəni okay. bildiyim qədərilə sadəcə odur ki, memorandum imzalanıb. Yəni Nəqliyyat Nazirliyi ilə elə həmin il imzalandı. Sadəcə gerisi nə yerdə qaldı ki, dediyim kimi çoxlu pul tələb eləyir istehsalat. Sənin maraqlı bir yanaşman var idi ki, dizayner o demək deyil də çəkdim, verdim. Dizayner o şeyi düşünməlidir ki, mən bunu necə icra etdirəcək. Yəni tutaq ki, mən deyirəm ki, belə bir loqo çizirəm, verirəm loqonu sənə, amma özün bilərsən bunu necə istehsal etdirəcəksən, divara yapışanda necə görünəcək, qabartısı necə olacaq. Yəni bir peşəkar dizayner o bütün belə deyək də post loqodan sonra dövrü düşünməsi lazımdır. Çünki düşünməzsə sadəcə gözəl bir şəkil formalaşır da ortaya. Onsuz da belə deyək, bütün dizaynerlər deyərdim ona nə şey eləyir, belə də riayət eləyir. Çünki adicə hər hansı bir deyək məsəl üçün hansısa bir təhsil kursudur, gradient bir loqo istəyir. Mən məsəl üçün məsləhət görürəm ki, sabah bunu tişörtün üstünə vuracaqsınız. Məcbur çünki tələbələr. Gradienti vura bilməyəcəksiniz, yəni çünki toxuma olmalı. Ya gərək onu hansısa bir plastik şey eləyib, yəni fərqli metodlar əslində var. Sadəcə toxuma bahalı görsün. Gradienti eləyə bilməyəcək, problem çıxaracaq. Ya ümumiyyətlə tətbiq sahələrində problem olacağı üçün məsləhət ki, belə eləməsiniz, belə eləyəsiniz. Yəni o müştəriyə dizaynerin bunları bildirməsi vacibdir. Vacibdir, əlbəttə ki, vacib. Bir də maraqlı bir məzmun var. Həmişə o belə qulağımda cingildəyir sənin o sözündə ki, bir dizaynerə verilən tapşırıq və dizayner deyir ki, mənə ilham gəlməlidir də. Yəni mənə o inspiration gəlməlidir. Mən o ab-havaya girməliyəm, falan eləməliyəm. Sənin yanaşmanda necə idi? Mən bilirəm sən amma sənin dilindən eşidək onu. Hə, ilham məsələsi var. Yəni hər hansı bir ideya, amma ki biznesdə, yəni biznes sahibi səni oturub gözləyə bilməzlər. Sənə konkret vaxt qoyur. Sənə nə vaxt gələcəyi gözləməyəcək. Task qoyur və s. Ona görə məsəl üçün agentliklər və ya freelance iş götürəndə yəni bəlli bir vaxt götürür özünə, 3 gün, 4 gün və ya 1 həftəlik, 1 həftəyə təhvil verəcəm ilk versiyaları. Orada artıq yəni dizayner onu nəzərə alır. Yəni şey olaraq ki, bir də bu şey məsələsidir. Yəni təcrübə keçdikcə artıq vaxt qısalır. Yəni siz belə deyək, bundan əvvəl təbiət üçün bir loqo eləmisinizsə, yəni hər hansı növbəti şey gələndə artıq sizdə bəlli bir konsepsiyalar var şey olaraq ki və işin müsbət tərəfi də odur ki, artıq təcrübələr olduğu üçün digər müştərilərə elədiyiniz şeylərin eynisini eləmirsiniz. Yəni bilirsiniz ki, bu müştəriyə bunu eləmişəm, filanlar bəyənilib, amma bu konsepsiya qalıb. Məsələn, bu konsepsiyanı müştəriyə təklif eləyə bilərəm. Yəni, başa düşdüm. Yəni həmin konsepsiyanın təklif eləmək olacaq. Bəli, yəni vaxt keçdikcə sürətli, yəni ilham gəlmə vəhy deyək də, gəlmə məsələsi daha da şey olur, tezləşir. Mən National Geography-də bir kreativ dizayner var idi. Bir şirkətin adını çəkməyəcəm. Məşhur bir şirkətin kreativ direktoru idi. Ona bir dəfə sual verdilər ki, bəs sən ilham hardan gəlir də sənə də? Yəni bu ab-havaya necə girsən? Dedi, gedək sənə göstərim. Götürdü adamı apardı meşəyə. Dedi, bax, böcəklərə bax, ağaca bax. Yəni belə də quşlara bax və mən buradan çox məzmun götürürəm. Ona görə də indi də baxırıq National Geography-də baxırıq ki, bəzən təyyarələrə baxdıqda, səssiz uçan təyyarələrə baxdıqda demək olar ki, bayquşdan bəziləri də hətta götürürlər də. Bəli, təbiət ideal belə deyək. Çünki təbiətdə hər şey artıq uçuş üçün olsun, nə bilim bəzi ergonomik məsələlər üçün olsun, aerodinamik olsun, yəni həll olunub deyə. Yəni təbiəti öz-özünə. Öz-özünə, yəni artıq bu yanaşmadır. Yəni kimsə yaradıcı tərəfindən ya da nə bilim evolyusiya tərəfindən fərqi yoxdur. Yəni hər hansı bir məsəl üçün deyək təyyarəni doğru aerodinamika ilə dizayn eləmək üçün onun analoquna baxırlar təbiətdə. Ona görə dizayn eləyirlər. Yəni təbiət ümumiyyətlə bir çox sahə üçün ilham mənbəyidir.
Və təbii ki, necə deyərlər, copyright məsələsi olmadığı üçün Götür getsin istifadə elə. hamınındır, hamınındır belə deyək. Yəni copyright məsələsi dediyim şeydir. Yəni yaradıcı gəlibsə deməyəcək də mənim dizaynımdan, mənim Eynən. şeydən Biz oğurlamısan. zaten hərdən sənə belə Instagramda paylaşırıq da bir-birimizə. Mən sənə göndərirəm, sən mənə göndərsən ki, yəni öz-özünə yarandı, öz-özünə əmələ gəldi. Həqiqətən biz bilirik ki, bunun yaradıcısı var sözsüz. Yəni bu öz-özünə əmələ gələn bir şey deyil. Oradakı o rəng qradientlərinə baxdıqda, nə bilim quşlarda və yaxud ixtiologiyada balıq aləminə baxdıqda ki, orada nə bilim şəffaf balıqları görsən, doğrudan da bir dizayner üçün, yəni çox gözəl bir pulsuz belə deyək də ilham mənbəyidir mənə elə gəlir. Yəni oradan kifayət qədər bəhrələnmək olar. Bəli, rənglərdən tutmuş, belə deyək də, hər şeyə qədər, yəni təbiət bir də işin şey tərəfi var, yəni işin elmi tərəfi var. Yəni belə deyək, məsəl üçün təbiət yaşıldır, insanlar yaşıl rəngə adaptasiya olub. İşin elmi tərəfindən deyirəm yəni. Aha. İnsanlar yaşıl rəngə adaptasiya olublar. Siz sabah biri üçün təbiət mövzulu bir interyer eləyəndə və ya nə bilim bir hansısa bir interyer kafe üçün eləyəndə o təbiətdən oradakı hazır dizaynı götürüb bura adaptasiya eləyirsiniz. İndi burada təbii ki, müzakirə mövzusu başqadır. Yəni kimisinə görə yaşıl rəng insanlar sonradan adaptasiya olub. Aha. Kimisinə görə isə insana yaşıl rəng xoş gəldiyi üçün yaşıl rəngdə yaradılıb falan. Yəni indi o şey məsələdir. Fərqli mövzudur. Biz işin şey tərəfinə getmirik. Biz sadəcə yəni təbiətdən ilham alma, təbiətdən örnək alma məsələsi belə deyək, həmişə var, həmişə olub. Əsas da fiziki məsələlərdə, işte aerodinamik olsun, ergonomik olsun və s. bunlarda çox istifadə olunur. Yəni şey olaraq. Hətta bəzən şey dizaynlarda da istifadə olunur. Məsələn bir brendin görmüşdüm örnəyini. Qabları düzmək üçün. Aha. Məsəl üçün qablar üzərində su axır. Yəni çünki yuyursunuz, qoyursunuz. Aha. Fil şəklində bir şey düzəldib, xortumundan da belə var, oradan su axıb gedir. Yəni belə baxanda yəni vizual da şeydir, həm də ki estetik olaraq da qəşəng görsənir şey olaraq. Yəni təbiətdəki hər hansı bir belə deyək, dizaynı, vizualı götürüb buna bir adaptasiya edir. Belə maraqlı dizaynlarda olur. Şimdi işin maraqlı dizayn dediyim şeydir. Yəni o normal bir qab da düzəldib, orada bir deşik qoya bilər ki, su oradan axıb getsin, amma bunu fillə birləşdirib xortumundan axıb gedir. Yəni işə biraz maraq qatıb. Entertainment qatıb mövzunun içərisinə. Yəni kimsə gəlib görəndə bir düz dizayn, bir də fil. Əlbəttə bunu seçəcək. Bunu seçəcək. Çünki dizaynın burada önə çıxma funksiyası deyək də ordadır. Mən şeydə işləyəndə, Apple-da çalışanda, Azərbaycanda onun direktoru olaraq çalışırdım. Və xaricdə çox onların təlimlərində olmuşdum. Nə bilim, Dubayda, Belarusiyada, Ukraynada çox onların təlimlərini gedir və bu niş təlimlər idi də, yəni belə xüsusi təlimlər idi və təsəvvür et ki, təlimləri verənlər daha çox mühəndislər olurdu da. Yəni daha çox nə bilim dizaynerlar, mühəndislər. Yəni mən bir dəfə orada bir satış üzrə eleman görmədim ki, gəlsin bizə təlim versin. Düşün ki, satış üzrə bizə danışan adamlar mühəndislərdir və yaxud dizaynerlər idi. O maraqlı bir şey var. Deyirdi ki, biz tutaq ki, Apple telefonuna o toxunuş ki var, o toxunuşdakı o insan o toxunanda o rahatlığı hiss eləmə məzmunlarını irəli çəkirik və yaxud nə bilim o qapağın açılması, yəqin ki, o bilirsən vakuum effektinin açılması, insanın gec çatması, ab-havası, yəni bunlar hamısı user experience. User experience eynən. Yəni bunlar hamısı təkcə görüntü deyil də. Bunlar Steve Jobs'un sloganı var. Design is not how it looks, but how it works. Qəşəng. Dizayn əslində necə göründüyü deyil, necə işlədiyi. Necə işləməsi məsələsidir. Bəli. Yəni qəşəng statdır. Düşünürəm ki, yəni mən indi də məsəl üçün Apple-ın kompüterində işlədiyim belə əlvi klaviaturadan çəkmək istəmirsən də, çünki orada özünü rahat hiss edirsən. Sanki belə soft toxunuş var da, yəni belə tak məsələsi deyil də mövzunun içərisində. Mövzuda bir uyumluluq təşkil edirsən. Yəni o necə sinerji əmələ gəlir orada. Özünü rahat hiss eləyirsən. Bəzi. Elnur, səssiz lüks deyilən bir mövzu var. Bəlkə eşitmisən yəqin ki məzmununu. Quiet luxury deyirlər ona. Dizaynda bu nə dərəcədə indiki dövrdə trend olaraq istifadə olunur, ya və yaxud kiçik loqotiplər, kiçik balaca həcmli elementlər. Yəni bu indiki dövrün trendidirmi, yoxsa bu da belə deyə up to designer belə deyə də onun təxəyyülünə bağlı bir məzmundur. Biraz bunun haqqında məlumat versən yaxşı olar. Silent luxury belə deyə də biraz minimalizm tərəfindən deyək. Yəni insanlara bəzi var silent luxury kim üçünsə babat bir şeydir, belə deyək də, minimalist bir loqo və ya minimalist bir rəng, ton və ya craftsman deyək də, hansısa bir siz
gedib fabrik istehsalı bir nədirlər ona? Quruşka Azərbaycanca. Qulp. Yox, stakan Aha. alırsınız. Bir də var ki, məsələn kimsə onu handmade eləyib. Əslində sadədir. Sadəcə sırf handmade elədiyi üçün sizə belə deyə də cəlb eləyir. Və təbii bəziləri də var ki, yəni o da biraz qarşı tərəfin algılayacağı məsələdir. Çünki siz bəzən minimalist bir şey eləyərsiniz. O da deyir ki, bunu mən də eləyirəm də, bunu niyə sənə bu qədər pul verim buna görə? Aysa Yəni bax, biraz o məzmun şey budur. məsələsi var. O yəni arz talep məsələsi türklər demişkən, yəni hər zaman anlaşılmaya bilir. Biraz da insanın bəlli bir Dünya görüşünə bağlı dünya olan görüşümü mövzudur. desək, bəlli bir dizayn zövqümü desək, bəlli bir belə deyə də yaşantımı desək, çünki dediyim kimi bəzən tərs təpki verə Tərs bilir. tepkili ola bilər. Məsələn, mən bu nəyə görə sual verdim? Çünki bax, var dünya, məsələn, baxırıq ki, dünyada indi adlarını çəkməyəcəm, bir neçə brend vardır, paltar brendidir ki, demək olar ki, loqo sıfırdır, loqo yoxdur. Yəni bilmirsən ki, bu adam mass brenddən geyinib yoxsa şeydir, amma bilirsən ki, bu adam mass brenddən geyinməz də. Yəni bizdə sənə olan belə deyək də istəklərdən, sənin sifarişlərindən necə ab-hava görsən, o minimalizmə daha çox insanlar gedir, yoxsa hələ bir şey yoxdur? Olur əslində belə 50-50 deyərdim. Bir də ki, mən çalışıram özüm yönləndirim minimalizmə şey olaraq ki, stilim də biraz elədir. Branding loqo eləyəndə minimalist eləyirəm. Ya çalışıram ümumiyyətlə icon istifadə eləməyim, sadəcə yazını özündən kreativ eləyim, sadəcə şeylə qalsın. Və dediyim kimi müştərini yönləndirirəm. Razı saldıqlarım da olur, razı salmadıqlarım da olur. Biraz şey məsələsi, yəni tərcih məsələsidir. Amma mən burada bir şeyi altını çizmək istəyirəm xüsusilə. Məsələn, əvvəl təzə dizayn sahəsində olanda, reklam agentliyi işləyəndə, yəni örnək verirəm də, standart jalet tipli, məsəl üçün içki, packaging, qablaşdırma. Yəni o tip dizaynlara şey baxırdılar da, bu nə deyə bilir standart şey tiplidir və s. Amma müştəri təqid eləyirdi ki, nədirlər Azərbaycanca, məcbur edir ki, yox, mən bu tip dizayn istəyirəm də, çünki müştəri bunu tərcih eləyir. Mən sonradan başa düşdüm ki, müştəri həqiqətən haqlıdır. Yəni biz ümumiyyətlə istehlakçı davranışlarını bilmirik, müştəri bilir. Yəni hətta məşhur bir dənə Tropicana case var dünyada. Bu Amerikanın ən belə deyək də məşhur portağal suyu satıcısıdır. Bunlar ən məşhur dizaynerlər, bir də minimalist dizayn elətdirdilər. Əvvəlki klassik şeydir, işte bir dənə portağaldır, yazılar zətdə, bir klassik şeydə packaging, bizim jalet tipli deyək. Bir nömrədir. Bunlar keçdilər minimalist dizayna, portağalı yığışdırdılar, nə bilim minimalist və s. elədilər. Sadəcə reklamına bir 60 milyon dollar itirdilər sadəcə reklamına. Wow. Satışlardakı 40% düşdü, heç kim almadı. Artıq məcbur kör peşman qayıtdılar köhnə həmin dizayna qayıtdılar. Qayıtdılar çünki şeydir, müştərilər artıq güvənməməyə başladılar. Bunun təbii portağal olduğundan desək. Yəni məsələ təkcə o deyil, güvənmə deyil. Yəni bir şəkildə müştərilər almadılar. Ona görə də artıq bu tip məsələlərdə mən şey eləmirəm, belə deyək də, müştərinə mübahisə eləmirəm. Çünki müştəri öz istehlak öz kütləsini bilir yəni. Bilir nə aldığını. Məsələn, hal-hazırda mən kitab dizayn edirəm, coverlar edirəm bir neçə yayın evi üçün. Onlar mənə deyir ki, bizim müştəri bu tip şeylər istəyir. Sadəcə dedim ki, peşəkar dizayn odur ki, həm müştərinin istədiyini eləyir, həm də ortaya peşəkar dizayn çıxır. Yəni iş orada zaten şeydir. Yəni müştəri istəyir deyə nə bilim almanı qoyma məsələsi deyil də, hə. Deyil də. Yəni eyni dizayn eləyirsə sadəcə daha peşəkar şəkildə verirsiniz. Yəni oradan demək istəyirəm. Yəni məsəl üçün minimalizmi bəyənməyən, o tərəfə getməyən müştərini artıq çox da şey yönləndirmək olmur. Yəni onu başa düşməyi artıq bilirəm. Niyə görə istəyir, nədən istəyir. Elnur, bəs təhsil Bakıda var, yəni bu dizayn, yəni bildiyimiz, yəni sənaye dizayn, industrial dizaynla bağlı təhsil varmı, yoxmu? Heç industrial dizayner qoyuram kənara, məsəl üçün də qrafik dizayner deyək də. Bəli, kurslar var. Kurs yox. Kurs mən bilirəm var. Yəni bunun universitet səviyyəsində, yəni universitet səviyyəsində var, amma universitet səviyyəsində o deyil. Aha. Yəni çünki şeydir, ümumiyyətlə həm industrial dizayn olsun və s. Əslində industrial dizayn yenə də demək olar ki, var. Bir neçə tanıdığım var. Azərbaycanda bəli, bizim sənət universitetlərində var. Qrafik dizayn çox da o deyil. Çünki biraz şey məsələsi var. Ruslan bir söz belə samouçkadır da, hə? Yəni yox, müəllimlər biraz qədimi desəm artıq, yəni mənə elə gəlir. Çünki mən hələ görməmişəm ki, hansısa oranı qrafik dizaynəsə bitirib uğurlu olsun da. Uzaqbaşı kimsə rəssamlığı bitirir, sonradan dizayna gəlir, özü öyrənir. Hə, sonradan bu tərəfə keçir yəni. Hə, bəli. Bir də tədris məsələsi odur ki, yəni ola bilər külliyyat qədimdir.
Yəni Hı köhnə hı. ədəbiyyatdır, belə deyək də, dizaynla əlaqədar, amma yetəri qədər peşəkar kurslar var. Yəni elə məktəb kimi bir şeydir. Eee, və mənim bir sloqanım var. 4 aylıq təcrübə 4 illik universitet təhsilindən qat-qat üstündür. Yəni Elə siz də Elnur, yəni yəni sən bu otunu qurtarmış adamsan yəni. estəğfurullah, şeyə görə yox. Mən məsəl üçün qrafik dizaynı universitet oxuya-oxuya, bir agentlikdə orada 4 il işlədim də. Yəni qrafik dizaynı orada inkişaf elətdirdim. Həm də düzdür, qrafik dizayn tərəfini öyrənirdim, həm də ki, xərclərimi qarşılamaq üçün belə deyək, agentlikdə işləyirdim. Məsələn, orada öyrənmişəm. Yəni mən onun təhsilini oxumadan sırf şeylə, Təcrübədən. təcrübə ilə öyrənmişəm. Amma yəni təhsilin sənə dəstək olub da sözsüz ki də. Yəni bu belə olmur yəni. Təhsil bilirsən necədir? Yəni təhsil işin biraz şey tərəfini anlatır, işin nəzəriyyə tərəfini və s. Yəni məsələn bizim təhsildə təkcə şey deyil də, dizayn və s. deyildi. Bizim təhsildə insan psixologiyası var idi, nə bilim, statistika var idi. Yəni normalda bir dizayn eləyəndə stakan eləyəcəksənsə, ağ rəng eləmək üçün sən bir statistika eləməlisən ki, insanlar ağ rəngi bəyənir, ağ rəng eləməliyəm stakana. Hə. Yəni anlata bildim, bəlli bir şeylər var. Bir researchlar eləməlisən və s. İşin bu tərəfini öyrədirdilər. Mən həmişə deyirəm, məktəb olsun, kurs olsun və s. bunlar sənə yazı yazmağı öyrədir, şairliyi öyrətmir. Qəşəng. Əla ifadədir. Hə, yazı yazmağı, şairliyi artıq özünü inkişaf elətdirməlisən. İndi düzdür, bəlli səviyyədə öyrədirlər, məsəl üçün qafiyə tutmağı və s. Amma ki, yəni şey deyil, o fundamental bəzi şeylər, toolları sənə öyrədirlər, o özünü inkişaf elətdirməlisən. Ki inkişaf da artıq günümüzdə yəni bayağı rahatdır. Hər şey Bizim rahatdır, bizim yəni. vaxtımızda elədir. Bizim vaxtımızda internet yox idi. Mən 99-da getmişəm Türkiyəyə. Yəni o vaxtı bildiyimiz yekə kompüterlər, dial-up-la bağlanan kompüterlər, yəni resurs azdır. Adicə məsəl üçün deyək, indi Cem Yılmaz analog dönəmin adamlarıyıq ya biz. hə, yəni adicə belə deyək, mən məsəl üçün bir örnək verim. Məsəl üçün AutoCAD dizayn eləyəndə də orada məsəl üçün oturan bir sürücü ya da nə bilim sərnişin hansı ki və s. bunlar üçün normalda bu dəqiqə stok saytlar var, oradan hər cür posturlar var da. Orada nə edirdik? Məcbur. Daha doğrusu mən özümə görə bir şey tapmışdım. Dostuma da xahiş eləyirdim, bir dənə otur şəkli çəkim. Otururdu şəklini çəkirim ya da belə bir dənə deyən çəkir. Sonra onun üzərindən gedib onun konturlarını götürürdüm, siluetini çəkib düzəldirdim və s. Elə şey eləyirdim, belə deyək də. Bir yolunu tapmışdım, belə deyək. Yəni o vaxtı resurs az idi. Amma indi isə hər şey var, yəni. Yəni çox rahatdır. Çox şanslıdır indiki nəsil, belə Əla. deyək. Elnur, səninlə danışmaq mənə həqiqətən qürur verir. Çünki həqiqətən səni Mən tapşırmışdım axı, mənə biabır eləmə. həqiqətən də bir Azərbaycan həqiqətən də fəxr eləməlidir ki, sənin kimi məşhur və dünya çapında bir dizayneri var və düşünürəm ki, hələ bundan sonra da sənin yaradıcılığını biz yaxından izləyəcəyik. Şəxsən mən sənin yaradıcılığına baxıram, həm zövq alıram, həm ilham alıram və həmçinin də dediyim kimi də sənin adına çox sevinirəm. Çox sağ ol, təşəkkür edirəm. Dəvət üçün də. Qurtarırıq yoxsa necə? Qurtardıq. Elnur, şeyə nə vaxt başlayaq təzədən? Makro çəkilişlərə. Makro çəkilişlərə başlaya bilərik də, kameranı. Mən təzədən geri alım. Mən satdım deyə təzədən alım da. Bəli, ala bilərik, gedə bilərik təzədən. Doğrudan. Mən əslində bu yaxınlarda flash belə deyək, diffuser sifariş eləmək O istəyirəm. işıq gözünə düşməsinə heyvanlar, o məsələ. Aksada o maraqlı mövzudur ya. Bir ara müzakirə eləmişdi internetdə də. Orada deyirdi şeydir. Normalda flash partlayır axı, bir böcəyin gözü, nə bilim də, onu trigger eləyir də şey olaraq. Normalda böcəklərin gözü çox az şey elədiyi üçün, yəni etikdir, yəni şey deyil o qədər də. Amma etik olmayan şeylər var təbii ki, makroda. Məsəl üçün böcək tərpənirək çəkə bilmirsən. Aha. Onu götürüb qoyurlar soyuducuya, dondururlar yazığı. Vay, Tərpənə bilmir. zülm edirlər. Həm də artıq öldürürlər onu, artıq dayanı istədiyimiz çəkir, o etik deyil yəni. Amma bunun yolları var. Səhər tezdən çəkmək. Çünki şeydir, səhər tezdən böcəklər oyanmır hələ. Belə gecə yatırlar və hələ donları açılmır. Yəni o artıq təbii dondur. Yəni onu hətta bir dəfə yadındadsa biz səhər tezdən durmuşduq çəkilişə. Hələ.